Şeyx Əbdül, ev almısınız, amma ev, belə bir ifadə var. Biri var evlənmək, biri də var evlənmək. Yəni siz sözün əsl mənasında ev üçün evlənmisiniz və öz tələbənizlə evlənmisiniz. Yox, ev üçün evlənmək söhbəti biraz ikinci məsələdir, amma həqiqətən də artıq evlənməyin də vaxtı idi. Mən də öz seçimimi eləmişdim. Amma hələ örtülü idi, açılmamışdı filan. Tələbənizlə evlənmisiniz? Bəli. Mənim də artıq yaşımın, mən ikinci təhsili Moskvada alıb gəlmişdim. Artıq böyük bir həyata başlayırdıq və mənim də ustadım, yəni mənə hər şeyim deyən kəs, böyük ustadım Ədil İskəndərov tək bizim kino tərəfimizə baxmırdı, mədəniyyət tərəfimizə baxmırdı. Həm bizim məişət məsələlərimizə xüsusi diqqət yetirirdi filan. Və Ulu Öndərin Mərkəzi Komitə katib gəlməsi o vaxtı təsadüf elədi ki, və bizdə milli kadrların formalaşması prosesi başladı. Bilirsiniz də, uşaqları seçirdilər, göndərirdilər digər respublikalara, ali məktəblərə filanlara və o cümlədən də gənc kadrlara ilk dəfə Heydər Əliyeviçin xüsusi göstərişinə ev verirdilər Bakıda. O vaxt Bakıda rayonlardan gəlib oxuyan uşaqların qeydiyyatı zadı olmazdı. Harada yataqxana varsa, sonra yataqxanaya düşürdü, qutarandan sonra qayıd geri filan. Amma kənar millətlərin hamısının qeydiyyatı var idi Bakıda filan. Və belə bir xoşbəxt təsadüf mənə yenə naxışım gətirdi, qismət oldu. Heydər Əliyeviçin sərəncamı, Ədil İskəndərov müəllimin kinosidə rəhbər gəlməsi, mən də Moskvada təhsil alıb gəlməyim filan və bəlli oldu ki, bizə ev verirlər. Siz təsəvvür eləmirsiniz o nə deyən şeydir o dövrlər ki, mən 60-cı illərdən danışıram. Və çox qəribədir ki, və ev bölgüsündə bəlli oldu ki, mən subay oğlanam və mənə necə versinlər evi, heç bir şey yoxdur orada da filan məsələn. Əsas olmalıdır və bu da Ədil müəllimin çox qəribə yumorunu diqqətə mənə verdim, sən evlisən, biraz mənə sataşma eləyirdi filan. Və mən təcili evlənəsi oldum. Onda içimdə gəzdirdiyim eşqi, o sirri tələbəm də açıb ağarda bilmirdim filan. Sonra tələbə yoldaşlar filanlar. Amma gözaltı eləmişdim elə birinci kursdan. Və onda yavaşca çağırdım qız, dedim xanım gəl, özə qızım deyirdim, qızım gəl bura. Belə filan, pesməkən. İndi mən də peşəkar insanam da, sənət adam, mən onu münasibət hiss eləyirdim, daha doğrusu onun da münasibətim filan. Və çox içimizdə olan bir sirri faş elədik. Və təcili surətdə biz qeydiyyata düşməli olduq. Yəni qızın da cavabı müsbət oldu. Təbii. Onun üçün deyirəm də. Niyə təbii? Heç naz qəmzə? Çünki münasibət hiss olunurdu da filan. Platonik eşq var idi. İndi siz təsəvvür edin, Sovet hökumətinin öz qanunları vardı. Yəni o vaxt qeydiyyata düşmək üçün 6 ay yoxlama vaxtı edir ki, bu 6 ay gözləməlisən, birdən münasibət dəyişər filan. 7 oğlun dəbdə olan vaxtı, küçələrə, meydanlara çıxa bilmirik. Millət qaynaşır üstümüzdə. Demək, mənim bütün xeyir işimin, xeyir duasını rəhmətlik Həsən Ağa Turabov eləyib. O mənim xeyir duamı verəndi, mən Kriosin deyirlər filan. Allah ona qəni qədər rəhmət eləsin. Və sonraki həyatımda da çox böyük rollar oynayıb. Həsən Ağa Turabov Ədil müəlliminə tapşırıb, düşdü qabağa. Şahmar Ələkbərov rəhmətlik, Həsən Məmmədov rəhmətlik, Ceyhun Məmmədov rəhmətlik, Elxan Qasımov rəhmətlik. Sonra sağ qalanlardan kim vardı, yadıma sala bilmirəm filan. Və mən sonra kimdi, uşaqlardan gənə 3-4 nəfər vardı. Və biz yığılıb gedmişik, Ənvər Həsənov, sağda Allaha şükür, sağ olanlar da vardı. Gəlmişik qeydiyyat şöbəsinə. 3-cü mikrorayonda Pioner Kinoteatrının yanında bir qeydiyyat şöbəsi vardı. İndi cəmaat bizi görüb tökülü filan, biz niyə gəlmişik, heç kəs başa düşmür. Həsən Ağa getdi içəri filan, birazdan gördük ki, içərdən bir çox belə xanım xatın bir qadın çıxdı, qızıllı filan. Sən demək qeydiyyatının rəhbəriymiş bu. Zaks deyirdilər də o vaxt. Və çıxdı belə baxdı bizə, cəmaata filan bəsmə. Belə qadın da qəribə bir ironiya sifətində filan qayıtdı ki, qız budur, dedilər, hə. Dedi, qızım gəl bura. Bu qızı götürdü, getdilər içəri. İçəri getdilər, bir xeyr edə sonra çıxandan gördüm ki, xanım gülə-gülə çıxır, həmin xanım. Hə, gəlin, Allah xeyr dua versin, də Həsən Ağa əməyə gəlir. Dedim, nə məsələdir? Deyir ki, baxdım bu cavan uşaq, siz də hamımız dünya görmüş, kimlər. Dedim, ola bilsin, xalq uşağın başdan eləmişsiniz, allatmışsınız. Ona görə dedim, qızım, bunlar səni bəlkə alladarlar, bunlar gör artistlərdir filan, çox, bunlara etibar yoxdur filan. Xanım da sağ olsun deyib ki, yox elə mənim də razılığım var. Ondan sonra xanım razılaşdı və bizi qeydiyyata aldı. Bir həftədən sonra ev aldıq.